Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərlə kimyəvi reaksiyaların sürəti, kimyəvi tarazlıq bölməsinin kimyəvi reaksiyaların sürətinə təsir edən amillər mövzusundakı sualları izah edəcəyik inşallah. İlk öncə birinci suala keçməzdən əvvəl kimyəvi reaksiyanın sürətinə hansı amillər təsir edir, onlardan danışaq qısa bir şəkildə. Kimyəvi reaksiyanın təbiətinə bir maddələrin təbiəti, kimyəvi reaksiyanın sürətinə birincisi reaksiyaya girən maddələrin təbiəti, ikincisi reaksiyanın aparıldığı temperatur, üçüncüsü reaksiyaya girən maddələrin qatılığı. Temperaturu keçən dərsimizdə, yəni keçən mövzunu izah edəndə dedim ki, Van Hoff qaydası ilə düstura əsasən temperatur dəyişməsi nəticəsində reaksiyanın sürətinin necə dəyişdiyini görə bilirik. Üçüncüsü reaksiyaya girən maddələrin qatılığı, qatılıq düsturunda keçən dərsimizdə yazmışdıq. Dördüncüsü qazların təzyiqi. Dedik ki, bərk maddələrin təzyiqi nəzərə alınmır, amma qazların təzyiqi reaksiyanın sürətinə təsir edir. Hətta bu tipdə suallar keçən mövzumuzda işləmişdik. Qazların həcmi də təsir edir, katalizator da təsir edir. Son olaraq da bərk maddənin səthinin sahəsi. Bilirik ki, heterogen reaksiyaların sürətində həcm yox, səthin sahəsindən istifadə edilir. Çünki bərk maddələrin həcmi olmur, onların səthinin sahəsi olur. Başlayaq birinci sualdan işləməyə. Getdikcə yəni necə asıllıq var, həcmlə olsun, təzyiqlə olsun, qatılıqla, temperaturla necə asıllıq var, testləri işləyə-işləyə yavaş-yavaş öyrənəcəyik. Keçdik birinci sualdan başlamağa. Temperaturu 60 dərəcə Selsidən 80 dərəcə Selsiyə qaldırdıqda reaksiyanın sürəti 16 dəfə artır. Reaksiyanın sürətinin temperatur əmsalını müəyyən edin. Uşaqlar, birinci sual. Reaksiyanın sürətinin temperaturdan asılılığı Van Hoff qaydası. Yəni reaksiyanın reaksiyada temperatur hər 10 dərəcə Selsiyə artdıqda reaksiyanın sürəti 2-4 dəfə artır. Bu Van Hoff qaydasıdır. Van Hoff qaydasından çıxan düstur V2 bərabərdir. V1 vurulsun temperatur əmsalı. T2 çıxılsın T1. Burada T2 çıxılsın T1 temperatur dəyişməsidir. Uşaqlar, bölünsün 10. Bizə deyir ki, reaksiyanın sürəti 16 dəfə artır. Yəni V2 bərabərdir. Altından hələ ox çəkib yazıram. V2 16V, V1 də uşaqlar V olaraq qaldı. Reaksiyanın sürəti 16 dəfə artdı. Düz deyil, V2 16V oldu. Tutaq ki də temperatur dəyişəndə. V1 də V'dir. Temperatur dəyişməsində yuxarıda indi yazıram. Qamma üstü 60 dərəcə Selsidən 80 dərəcə Selsiyə qədər qaldırıblar. T2 oldu, baxın T2 oldu 80 dərəcə Selsi çıxılsın. T1 oldu 60 dərəcə Selsi bölünsün 10. V'lər uşaqlar burada ixtisar gedir. 16 bərabərdir. Üstü, deməli temperatur əmsalı üstü 80-dən 60 çıxanda 20, 20-ni 10-a böləndə 2. Nəyin kvadratı uşaqlar 16-dır? 4-ün kvadratı bərabərdir. Gördük uşaqlar, ikilər burada ixtisar gedir. Qamma da bərabərdir 4. Deməli, qammanın yerinə 4 qoyduqda bizim cavabımız ödəyir. Temperatur əmsalı oldu 4, cavab da oldu D variantı. Keçirik ikinci suala. Temperatur yenə 70 dərəcə Selsidən 20 dərəcə Selsiyə qədər azaltdıqda sürətin temperatur əmsalını verib reaksiyanın sürəti neçə dəfə azalacaq? Yəni ikinci sualı bir yazaq. V2 bərabərdir V1 vurulsun temperatur əmsalı 3 üstü T2 çıxılsın T1. T2 neçədir uşaqlar? 20 dərəcə Selsi. T1 neçədir? 50 dərəcə, 70 dərəcə Selsi. T2 çıxılsın T1 yazmalıyıq uşaqlar. Böyükdən kiçiyə çıxmırıq. Bu anlayış yoxdur bizdə. Başlanğıc temperatur 70 dərəcə idi. Sonra 20 dərəcəyə düşəndə sürət də azalır axı. 3 üstü 20 çıxılsın 70 bölünsün 10. Bizdən sürət neçə dəfə azalar istəyir. Yəni V2 bölünsün V1-in qiymətini istəyir. Bərabərdir 3 üstü 20-dən 70 çıxanda uşaqlar neçə eləyir? Mənfi 50, o da mənfi 5. 3 üstü mənfi 5. Uşaqlar 3 üstü mənfi 5 demək, mənfi bilirik ki V2 bölünsün V1. Məxrəcə salır 3-ü. 3 üstü 5 1 bölünsün 3 üstü 5. 3 üstü 5 də uşaqlar 243-ə bərabərdir. Bu da bərabərdir 1 bölünsün 243. 1 bölünsün 243 o deməkdir ki 243 dəfə azalar. Artar olsaydı elə cavabı 243 taparıq. Cavab da oldu Y variantı. Keçirik üçüncü suala. Yenə bizə deyir ki, temperaturu 80 dərəcə Selsidən 50 dərəcə Selsiyə ensə, reaksiyanın sürəti necə dəyişər? Üçüncü sual. Yenə bizdən V2 bölünsün V1-i istəyir. Elə birbaşa yazıram. V2 bölünsün V1. Temperatur əmsalını da verib 2 üstü. T2-dən T1 çıxanda 50 çıxılsın 80 bölünsün 10.
Neçə dəfə azalır gəlin onu müəyyən eləyək. V2 bölünsün V1 bərabərdir. 2 üstü mənfi 3. Mənfi 2-ni məxrəcə salır. 2 üstü 3-də 1. 8-də 1. Deməli, reaksiyanın sürəti 8 dəfə azalar. Cavab da oldu Y variantı. Uşaqlar 8-də 1 tapırıqsa bu o deməkdir 1 bölünsün 8. Yəni reaksiyanın sürəti 8 dəfə azalıb. Gəlin uşaqlar bir aşağıda bərabərsizliyi yazım. Hardan bilə? V2 bölünsün V1 1 bölünsün 8-ə deyil. 8'e beraber değil. 8 V2 beraberdir V1 ise V2'nin yerine V koyanda V1'in de yerine 8V koyanda beraberlik ödənirdi. Deməli reaksiyanın sürəti 8V'dən V'yə gəlibsə 8 dəfə azalmış olub da. Keçirik indi dördüncü suala. Reaksiyanın temperatur əmsalını bizə verib 2-yə bərabərdir. Reaksiyanın sürətini 64 dəfə artırmaq üçün. Reaksiyanın sürəti 64 dəfə artırmaq deyirsə, deməli V2-nin V1-ə olan nisbəti 64-ə bərabərdir. Onda 64 bərabərdir. Temperatur əmsalını da verib 2 üstü. Temperaturu 40 dərəcə Selsidən neçə dərəcəyə Selsiyə qaldırmaq lazımdır? T1-i bizə verib 40 dərəcə Selsi. T2 çıxılsın T1. T2 bərabərdir sual. T2-ni bizdən istəyir. Neçə dərəcə Selsiyə qaldırmaq lazımdır? T2 çıxılsın, T1'i verdi 40 dərəcə Selsi bölünsün 10. Gəlin bu bərabərlik deyəndə yəni tənliyi həll eləyək. 64 2 üstü neçədir uşaqlar? 64 2 üstü 6'dır, bərabərdir. 2 vurulsun, T2 çıxılsın 40 bölünsün 10. 2'lər ixtisar getdi, üstləri bərabərləşdiririk. T2 çıxılsın 40 bölünsün 10 bərabərdir 6. T2 çıxılsın 40 bərabərdir 60. T2 də bərabərdir 100 dərəcə Selsi. Cavabımız da oldu uşaqlar D variantı. Deməli 40 dərəcə Selsidən 100 dərəcə Selsiyə qaldırdıqda reaksiyanın sürəti 64 dəfə artmış olacaq. 5-ci sual. Reaksiyanın temperatur əmsalını yenə verir. Reaksiyanın sürəti 100 dərəcə Selsidə sürəti verib. 130 dərəcə Selsidə sürəti istəyir. Uşaqlar, bayaqki sualda reaksiyanın yerinə yazırıq. Temperatur əmsalını verib 100 dərəcə. T1-i bizə verib 100 dərəcə Selsi. V1'i də bizə verib. V1 bərabərdir 0,3. Temperatur əmsalı qamma bərabərdir 2. Bizə T2'ni də verib 130 dərəcə Selsi. V2 bərabərdir sual. V2 də buradan bərabərdir uşaqlar. V1 vurulsun, 0,3 vurulsun. Qamma üstü T2 çıxılsın T1. 130 çıxılsın 100. Bölünsün 10 düsturun yerinə qoydum uşaqlar. V2 də bərabərdir 0,3 vurulsun. 2 üstü. 130'dan 100 çıxanda 30. 30 ona böləndə 3. 2 üstü 3. V2 də bərabərdir 0,3 vurulsun 8. Bərabərdir 2,4. Deməli 130 dərəcədə reaksiyanın sürəti 2,4 mol vurulsun, mol bölünsün, litr vur saniyədir. Geçirik 6-cı suala. Eyni tipdə sualdır. Reaksiya sürətinin temperatur əmsalını verib 6-cı sual. Qamma bərabərdir 3. Reaksiya başa çatma vaxtı 54 dəqiqədən 6 dəqiqəyə endirmək üçün temperaturu neçə dərəcə artırmaq lazımdır? Temperaturu neçə dərəcə artırmaq demək, yəni bizdən delta T-ni istəyir. Temperaturun neçə dərəcə dəyişdiyini istəyir. Onsuz düstur elə delta T-dir. Deyir, başa çatma vaxtı 54 dəqiqədən, yəni zamanı biz tau ilə işarə elirdik ki, temperaturun işarəsi ilə qarışdırmayaq. Tau deməli 54 dəqiqədən, dəqiqədir hər ikisi, onsuz da vahid ikisində də dəqiqədir, ixtisar gedəcək, onu saniyə çevirməyə ehtiyac yoxdur. Tau 1 54 dəqiqədən, deyir tau 2 olsun 6 dəqiqə. Deyir ki, delta T-ni hesablayın. Neçə dərəcə Selsi artırmaq lazımdır ki, temperaturu? Deməli, zaman 54 dəqiqədən 6 dəqiqəyə düşsün. Uşaqlar, bir dənə gəlin düsturu yazaq. V2 bərabərdir. V1 vurulsun. Qamma üstü delta T bölünsün 10 deyildi. Sürətlə zaman bir-biri ilə necə asılıdır? V bərabərdir S bölünsün T. Sürətlə zaman bir-biri ilə tərs mütənasib asılıydı. Onda düsturun yerinə sürət yerinə zaman qoysaq, onda tau 1 tərsinə yerlərini dəyişirəm. Tau 1 bərabərdir. Tau 2 deməli vurulsun, qamma üstü delta T bölünsün 10. Gördük uşaqlar, sürətlə zaman tərs mütənasib olduğuna görə yerlərini dəyişdi. Bizə tau 1'i verib 54 bərabərdir 6 vurulsun, qamma üstü delta T bölünsün 10. 6 ilə 54 ixtisar getdi 9 dəfə. 9 uşaqlar 3 üstü 3'dür.
Bizə qammanda verib 3, temperatur əmsalını da bilirik 3. 3 üstü delta T bölünsün 10. 3'lər bərabər olduğuna görə üstləri bərabər edirik. 3 bərabərdir delta T bölünsün 10. Delta T də buradan bərabərdir uşaqlar 30 dərəcə Selsi. Deməli temperaturu 30 dərəcə Selsi artırmaq lazımdır ki, biz deməli 6 dəqiqəyə bu reaksiya başa çatsın. Ona görə də cavabımız oldu D variantı. Keçirik 7-ci sual uşaqlar. Baxın zamanla sürət bir-birinə tərs mütənasib olduğuna görə reaksiyanın daha doğrusu düsturu zamanla ifadə eləyəndə tərsinə yazdıq. 7. Reaksiyanın temperatur əmsalını bizə verdi. Qamma bərabərdir 3. Reaksiya 20 dərəcə Selsidə T1-i bizə verdi 20 dərəcə Selsi. Tau-nu bizə verdi 15 dəqiqəyə başa çatır. Tau 1 bərabərdir 15 dəqiqə. Əmsala ehtiyac yoxdur. Üstürəm. Əmsal nə idi? Vahidə ehtiyac yoxdur. Vahiddən onsuz ixtisar gedəcək. Reaksiyanı 5 dəqiqəyə başa çatdırmaq üçün, yəni tau 2-nin 5 dəqiqə olması üçün temperatur neçə dərəcə olmalıdır? T2 bərabərdir sual. Düsturda yerinə yazaq. Bayaq düsturun çıxarışını sizə göstərdim. Tau 1 bərabərdir tau 2. Tau 1 bərabərdir tau 2 vurulsun qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Tau 1 neçə dəqiqədə? 15 dəqiqə bərabərdir. 5 vurulsun 3 üstü T2 çıxılsın 20 bölünsün 10. 5'e ixtisar getdi 3 dəfə. 3 üstü 1 bərabərdir. 3 üstü T2 çıxılsın 20 bölünsün 10. Uşaqlar 3'lər getdi. Üstləri bərabərləşdiririk. 10 1 yavaş yazaq ki tam aydın olsun. T2 çıxılsın 20 bölünsün 10 bərabərdir 1. T2 çıxılsın 20 bərabərdir 10. T2 də uşaqlar bərabərdir 30 dərəcə Selsi. Deməli 30 dərəcə Selsidə reaksiya 5 dəqiqəyə başa çatacaq. Cavabımız da oldu Y variantı. Keçirik 8-ci suala. Temperatur 50 dərəcə Selsidən 80 dərəcə Selsiyə qədər artırdıqda 8-ci sual. T1-i bizə verib 50 dərəcə Selsi. T2-ni bizə verib 80 dərəcə Selsi. Dərəcə Selsi. Reaksiyanın sürəti necə dəyişir? V2 bölünsün V1-i istəyir bizdən ki, reaksiyanın sürəti necə dəyişər? Temperatur əmsalını da bizə verdi 2. İndi reaksiyanın sürət dəyişməsi. V2 bölünsün V1 bərabərdir. Temperatur əmsalının üstündə T2 çıxılsın T1. 80 çıxılsın 50 bölünsün 10. Bu bərabərlik də buradan bərabərdir. 2 üstü 30 bölünsün 10. 2 üstü 3 bərabərdir 8. 8 dəfə artar uşaqlar. Əgər cavabı 8-də 1 tapsaydıq 8 dəfə azalardı. Biz cavabı 8 tapdığımıza görə 8 dəfə artar. 9-cu sual. T1 və T2 temperaturlarında gedən reaksiyaların sürətlərinin nisbətini verib, getmə müddətlərini istəyir. Uşaqlar, sizə bayaq dedim ki, zamanla deməli V ilə tau bir-birinə tərs mütənasib asılıdır. Yəni V2 bölünsün V1 8-dirsə, onda T1 bölünsün T2 də 8 olacaq. Cavab da oldu D variantı. İndi bir dəfə də deyirəm uşaqlar, V sürətin düsturu V bərabərdir S bölünsün T'dir. Düzdür? T burada zamandır. İndi biz onu kiçik T ilə yazırıq. Olsun tau. Deməli, sürətlə zaman bir-birlərindən tərs mütənasib asılıdır. Qısacası, V2 bölünsün V1 bərabərdir tau 1 bölünsün tau 2. Yəni, bir-birlərindən tərs mütənasib asılıdır. V2 bölünsün V1 nisbətini bizə verib 8. Burada da baxın, tau 1 bölünsün tau 2 verib. Elə bunun tərsini verib. Ona görə də tau 1 bölünsün tau 2 də 8-ə bərabərdir. Keçirik 10-cu suala. Kimyəvi reaksiyanın sürətinin temperaturdan asıllığını ifadə edən düsturu yazın. V2 bölünsün V1 qamma üstü T2 çıx T1 bölünsün 10. Cavab da oldu Y variantı. Bayaqlarla bu düsturla hesablama apardıqda. 11-ci sual. Temperatur bizə 11-ci sualda T1-i verib. T1 bərabərdir 70 dərəcə Selsi. Daha sonra T2-ni verib 100 dərəcə Selsi. Temperatur dəyişməsi nəyə bərabərdir? Uşaqlar 30 dərəcə Selsi. Reaksiyanın sürəti 27 dəfə artır. Yəni V2 bölünsün V1 bərabərdir 27. V2 V1-dən 27 dəfə çoxdur. Reaksiyanın sürət əmsalını istəyir. Qamma bərabərdir sual. V2 bölünsün V1 bərabərdir qamma üstü delta T bölünsün 10. Veriləri yerinə yazaq. 27 bərabərdir qamma üstü delta T 30 bölünsün 10. Sıfırlar ixtisar gedir. 27 nədir? 3 üstü 3 bərabərdir qamma üstü 3. Deməli qamma nəyə bərabərdir? Qamma da oldu 3, 27 bərabərdir 27. Temperatur əmsalı 3. Cavab da oldu A variantı.
12-ci sual sürətin qatılıqdan asılı düsturunu verib. Düsturdakı K nəyi ifadə edir? Uşaqlar, düsturdakı K sürət sabitidir. Cavab da oldu B variantı. 13-cü sual. Reaksiya üçün oksigenə görə sürət zamandan asılı qrafiki hansını əks etdirir? Uşaqlar, oksigen başlanğıc maddədir, yoxsa reaksiya nəticəsində alınan maddə? Oksigen reaksiyaya daxil olan, yəni başlanğıc maddədir. Qrafik uşaqlar getdikcə azalan istiqamətdə olmalıdır, yəni B variantı. Niyə? Çünki reaksiya davam etdikcə başlanğıc maddələrin sürəti azalır, reaksiya məhsulunun sürəti isə artmağa başlayır. Deməli, başlanğıc maddənin sürəti getdikcə azalır, çünki sərf olunurlar axı. Reaksiya məhsulunun sürəti isə artır. Ona görə də cavab oldu B variantı. 14-cü sual. Kükürt dioksidə görə sürətin zamandan asılı qrafiki əks etdirir. Kükürt dioksid uşaqlar başlanğıc maddədir. Zaman keçdikcə başlanğıc maddənin sürəti getdikcə artır. Reaksiya məhsulunun sürətini, burada SO3-ün sürətini soruşsaydı, SO3-ün sürəti artırdı. 15-ci sual. Reaksiyanın sürətinin X-in molyar qatılığından asıllığını göstərin. Uşaqlar, reaksiyanın sürəti molyar qatılıqdan düz mütənasib asılıdır. Ona görə də A variantı. Niyə? Reaksiyanın sürətinin asılı olduğu düstur, yəni qatılıqdan asılılığı V bərabərdir K vurulsun CX vurulsun CY üstü 2. Reaksiyanın sürəti qatılıqla gördük ki, düz mütənasib asılıdır. 16-cı sualda baxın, qatılığın düsturunu aşağıda verib. Tənliyinə nə aiddir? Amonyakın sintezi reaksiyasının kinetik tənliyidir. Doğrudur. Amonyakın sintezi reaksiyası uşaqlar N2-nin başlanğıc maddələrin qatılıqları hasildir onsa reaksiyanın sürəti N2 üzərinə gəlsin H2 reaksiya nəticəsində alınacaq 2 mol NH3. Amonyakın parçalanma reaksiyasına xeyr uşaqlar. Amonyakın parçalanma reaksiyasının kinetik tənliyi üçün 16-cı sual. Tutaq ki, bu amonyakın parçalanma reaksiyasının kinetik tənliyidir. Reaksiya nəticəsində 3 mol hidrogen alınacaq. Bir də 1 mol azot qazı alınacaq. Uşaqlar NH3 ilə qaz halında maddə olduğuna görə amonyakın parçalanma reaksiyası üçün sürət düsturunu yazanda CNH3, deməli NH3-ün qatılığının kvadratını yazarıq. 2 yanlışdır. K sürət sabitidir, doğrudur. K tarazlıq sabitidir, yanlışdır. Uşaqlar, sürət düsturunda tarazlıq sabitinin nə işi var? Sürət düsturundakı K ilə sürət sabitidir. Cavab 1, 3, yəni C variantı. 17-ci suala baxın, elə bizim baxın bayaq yazdığımız. Amonyakın sintezi reaksiyasının kinetik tənliyidir. Xeyr, amonyakın parçalanma reaksiyasının kinetik tənliyidir. Doğrudur. K sürət sabitidir. Doğrudur. Tarazlıq sabiti deyil. 2-3 cavab da oldu A variantı. 18-ci sual. Reaksiyanın 30 dərəcə Celsiusdə 60 saniyə ərzində başa çatdı. Gəlin ilk öncə veriləri yazaq. Bizə T1-i verdi 30 dərəcə Celsius. Zamanı da verdi. Tau1 bərabərdir 60 saniyə. Uşaqlar, hər ikisi saniyədir. Vahidlər bizə maraqlı deyil. Daha sonra T2-ni verdi 50 dərəcə Celsius. Bizə deyir neçə saniyə ərzində başa çatar? Yəni Tau2 bərabərdir sual. Temperatur əmsalını da verib 2. Gəlin düsturda yerinə yazaq. V2 bölünsün V1-in tərsini yazmalıyıq uşaqlar. Tau1 düstur belə idi. Temperaturla sürət tərsi mütənasib idi axı. Tau2 vurulsun qamma üstü delta T, yəni T2 çıxılsın T1 bölünsün 10. Uşaqlar, və sürətlə, baxın, sürətlə zaman tərs mütənasib olduğuna görə V2 bölünsün V1, deməli, Tau1 bölünsün Tau2-yə bərabərdir. Gördünüz, tərs mütənasib. Tau1 nədir uşaqlar? 60 saniyə bərabərdir. Tau2-ni bilmirik. Tau2-ni indi tapmalıyıq. Qamma neçədir? 2. 2 üstü. T2-dən T1 çıxanda 50-dən 30 çıxanda 20. 20-ni də 10-a böləndə 2. 2 üstü 2 4. 4-ü də 60-da 4-ə böləndə 15. Deməli Tau2 nəyə bərabər oldu? 15. 15 saniyə ərzində başa çatar. Cavabımız da oldu D variantı. Keçirik 19-cu suala. Eyni tipdə sualdır. Veriləri yazıb həll eləyək 19-cu sualda. Reaksiya 50 dərəcə Celsius temperaturda. T1-i bizə verdi 50 dərəcə Celsius. 180 saniyə başa çatır. Tau1 bərabərdir 180 saniyə. Reaksiyanın sürət əmsalı qamma bərabərdir 3. Bu reaksiya 70 dərəcə Celsius temperaturda. T2 bərabərdir 70 dərəcə Celsius. Neçə saniyə başa çatar? Tau2 bərabərdir sual. Düstur yerinə yazırıq. Tau1 180 bərabərdir. Tau2 vurulsun. Qamma 3 üstü 70-dən 50 çıxanda 20, 20 bölünsün 10 uşaqlar 2, 3 üstü 2, 3 üstü 2 9'du uşaqlar 189'a böləndə 20. Onda Tau2 də bərabər oldu 20. Deməli 20 saniyə başa çatar reaksiya. Cavabımız da oldu A variantı. Keçirik 20-ci suala.
Reaksiya sürətinin temperatur əmsalını yenə bizə verdi. 20-ci sual. Deməli, T1'i də verdi, T2'ni də verdi. Gəlin elə birbaşa yerinə yazaq. Deyir T1'də 16 saniyəyə başa çatar. Tau1 bərabərdir. Tau2 vurulsun. Bilirik ki, sürətlə temperatur bir-birinə təslim tərasidir. V2 bərabərdir, V1'dirsə, onda Tau1 bərabərdir. Tau2 vurulsun. Gamma üstü, 2 üstü. 150'dən 120 çıxanda 30. 30 bölünsün 10. İxtisarımızı aparırıq. 2 üstü 3 elədi. 16 neçədir uşaqlar? 2 üstü 4'dür. Bərabərdir. Tau2 vurulsun. 2 üstü 3. İxtisar getdi. Qaldı 2 dəfə. Deməli, Tau2 də bərabərdir. 2. 2 saniye başa çatar. Cavabımız oldu. D variantı. Keçirik 21-ci suala. Bu da eyni tipdə sualdır. Verileri yerinə yazıb cavabımızı tapırıq. Reaksiya 50 dərəcə Celsius. Deməli, başlanğıc temperaturu verib. T1'i verdi. T2'ni verdi. 30 dərəcə Celsius. T1'də deməli Tau1'i verdi bizə. 30 saniye başa çatır. Temperatur əmsalını da verib. Tau2'ni istəyir. Tau1 yəni 30 bərabərdir. Tau2 vurulsun. Gamma üstü. Temperatur əmsalı neçədir? 2 üstü. Uşaqlar T1'i verib, T2'ni verib. T2 neçədir? 30. 30 çıxılsın 50. Bölünsün. Deməli 10. 30 bərabərdir. Deməli Tau2 bərabərdir. 2 üstü. Tau2 bərabər nədir? Tau2 vurulsun. 2 üstü mənfi 20'ni 10'a böləndə uşaqlar 2 üstü mənfi 2. Tau2 də buradan bərabərdir. Tau2 də bərabərdir. 2 üstü mənfi 2 neçədir uşaqlar? Daha doğrusu Tau2 vurulsun. 4'də 1 başınız qarışmasın. 2 üstü 2 mənfi həmişə aşağıya salır. Məxrəcə salır 2'ni. 30. Tau2 də bərabərdir. 4 dəfə 30. 120 saniyə. Gördük uşaqlar. Bu mənfilərin hamısını nəzərə alın. Götürüb məsələn mən demirəm böyük, həmişə böyük dərəcədən kiçik dərəcənin çıxma deyə bir anlayış yoxdur burada. T2'dən T1'i çıxırıq. T2 istəyir 1 dərəcə olsun. Nə qədər kiçik olsun olur. Demə olur olsun. T2'dən T1'i çıxırıq. T2 30 dərəcə idi. T1 50 dərəcə idi. Ona görə də T2'dən T1'i çıxdıq. Keçirik indi 22-ci suala. Hansı ifadələr doğrudur? Bərk maddə maye və ya qaz halında olan maddə ilə qarşılıqlı təsirdə olduqda reaksiyanın sürəti bərk maddənin xırdalanma dərəcəsindən asılıdır. Bəli, asılıdır. Uşaqlar, tutaq ki, reaksiyanın sürəti karbon bilirik ki, kömürdür də. Karbonun oksigenlə reaksiyası var. Düz deyil. Uşaqlar, bəlkə evlərinizdə peç, yəni keçmişdə biz peç qalayanda peçi kömürlə qalırdıq. Hələ də kebab və sair bəzi qızartmalar işləri aparanda pikniklərdə kömürdən istifadə edirlər. Kömürlər görürük ki, bütöv formada olmur da, xırdalanmış formada olur. Yəni qısacası bərk maddənin xırdalanma dərəcəsi nə qədər çox olarsa, bərk maddənin səthinin sahəsi, deməli toxunma səthinin sahəsi nə qədər çox olarsa, yəni nə qədər xırda olarsa, oksigenlə reaksiyası nədir? Yanma reaksiyası deyil. Kömürü balaca olanda daha tez yanır. Yoxsa nəhəng bir kömür gətirsinlər, qoysunlar, onu yandırsınlar. Əlbəttə o xırda kömürə nisbətən daha gec yanacaq. Ona görə xırdalanma dərəcəsi nə qədər çox olarsa, reaksiya bir o qədər sürətli gedəcək. 2. Katalizator yalnız bərk halda olur. Xeyr uşaqlar, H2SO4 də katalizatorda maye haldadır. Katalizator bərk halda olmur yalnız. Qaz da olur, maye da olur. 3'ə keçirik. Əgər katalizator kimyəvi reaksiya zamanı əmələ gəlirsə, belə reaksiyalar avtokatalitik reaksiyalar adlanır. Uşaqlar, doğrudur. Katalizator əgər kimyəvi reaksiya zamanı əmələ gəlirsə, bu reaksiyalara avtokatalitik reaksiyalar adlanır. Cevabımız oldu 1-3, yəni D variantı. Keçir indi uşaqlar 23-cü suala. İndi deyir ki, hansı cavablar doğru deyil? Reaksiyanın sürəti bərk maddənin xırdalanma dərəcəsindən asılı deyil. Bayaq izah elədim ki, asılıdır. Heterogen sistemdə reaksiya fazaların toxunma səthində gedir. Doğrudur uşaqlar. Heterogen sistemdə hər hansı bir reaksiya, məsələn karbonun oksigenlə reaksiyası uşaqlar karbonun səthində gedir. Heterogen reaksiyalarda bərk maddənin səthində gedir reaksiya. Reaksiyanın sürət sabiti temperaturdan asılıdır. Doğrudur. Reaksiyanın sürət sabiti bir temperaturdan, bir maddənin təbiətindən, bir də katalizatordan asılıdır uşaqlar. Reaksiyanın sürəti ilə reaksiyanın sürət sabitini bir-birindən qarışdırmayın. Sürət asılıdır həcmdən, təzyiqdən, qatılıqdan, bərk maddənin səthinin sahəsindən, katalizatordan, temperaturdan, maddənin təbiətindən, amma sürət sabiti isə yalnız 3 kəmiyyətdən asılıdır. Bir maddənin təbiətindən, bir temperaturdan, bir də katalizatordan. Bu üçündən asılıdır. Doğru deyil istirdi. Yalnız bir cavab da oldu B variantı. 24-cü sual.
sual. T1 və T2 temperaturlarında gedən reaksiyada V2 bölünsün V1'i verir. Reaksiyanın sürətinin temperatur əmsalını bilmirik. Temperatur dəyişməsi də Y. Temperatur əmsalı X, temperatur dəyişməsi də Y-dir. Gəlin indi baxaq. 24. Deməli V2 bölünsün V1 bərabərdir. Gamma üstü delta T, T2 çıxılsın T1 delta T'dir uşaqlar. Delta T bərabərdir. Delta T bölünsün 10. V2 bölünsün V1'i bizə verib 8 bərabərdir. Gamma üstü delta T bölünsün 10. Uşaqlar bir-bir veriləri yerinə qoyaq da. X'in yerinə 3 qoymağımız biraz məntiqsiz olar. 8-dirsə X'in yerinə deməli 2 qoymalıyıq da. 2 üstü 3 bərabərdir. Gamma bərabərdir. Delta T bölünsün 10. Deməli gamma oldu 2. Deməli delta T də uşaqlar gərək 30 olsun ki 30 baxın 3'ü də bərabər edirik. Delta T bölünsün 10'a. 3 bərabərdir. Delta T bölünsün 10. Delta T də bərabərdir 30 dərəcə Selsi. Cavab da oldu C variantı. Gördük uşaqlar bu qədər sadə. Keçirik 25-ci suala. 25-ci sualda elə eyni tipdə sualda eyni şəkildə də həll olunur. 25-ci sual bizə V2 ilə V2 bölünsün V1 nisbətini verdi. 27. Deməli 27 nədir? 3 üstü 3'ə bərabər deyil. 3 üstü 3 bərabərdir. Temperatur əmsalı X'dir. X üstü temperatur dəyişməsi Y-dir. Y bölünsün 10. Onda X bərabər olsun 3'ə, Y bölünsün 10 da bərabər olsun 3'ə, Y də bərabərdir 30. X 3, Y 30 cavab da oldu D variantı. Bu qədər sadə. 26-cı sual. Sxemi üçün hansı ifadə doğru deyil? Zaman keçdikcə reaksiya sağa doğru gedir. X'in qatılığı artır, azalır. Bəli uşaqlar, X'in qatılığı azalır. A variantı doğrudur. Reaksiya sağa doğru gedirsə zaman keçdikcə X ilə Y-in qatılığı azalır. Çünki başlanğıc maddələrdir. Onlar reaksiyaya sərf olunurlar və qurtarırlar. Reaksiya nəticəsində alınır Z-dən T. T'nin qatılığı artır, Z-in qatılığı artır. X ilə Y-in qatılığı azalır. Deməli doğru olmayanı istəyir. A, B, Y doğrudur. Uşaqlar reaksiyanın sürəti azalır. Reaksiyanın sürəti azalır doğrudur. Çünki X ilə Y-in qatılığı azalır. Reaksiya bu istiqamətdə gedir. Düz deyil. X ilə Y-in qatılığı azalırsa reaksiyanın sürəti qatılıqla düz mütənasib aslı deyil. Delta tau. Qatılıqla düz mütənasib aslı deyə qatılıq azaldığına görə reaksiyanın sürəti də getdikcə azalır. Yox, əgər reaksiya bu istiqamətdə də getsəydi, onda Z ilə T-yə görə sürət artacaqdı. Deməli reaksiyanın sürəti artır, yanlış cavabdır. Reaksiyanın sürəti azalır. Çünki reaksiya sağa doğru gedir. Qatılıq azalır və azalır. Sola doğru getsəydi bu istiqamətdə Z-in qatılığı artırdı, T-nin qatılığı artırdı. Qatılıq artdığına görə sürət də artmış olardı. 27-ci sual. Reaksiyada ayrılan hidrogen qazının həcminin zamandan asılı qrafikinə əsasən hansı ifadələr doğru deyil? Reaksiyanın sürəti zamandan asılı olaraq dəyişir. Baxaq indi reaksiyanın sürəti doğru deyil istəyir. Uşaqlar diqqətlə baxın, zaman T1 zaman anında hidrogenin həcmi 1 litridir. Daha sonra T2 zaman anında 2 litr olur. Deməli uşaqlar hidrogenin həcmi getdikcə artır. Hidrogenin həcmi artdığına görə reaksiyanın sürəti zamandan asılıdır. Çünki zamana uyğun reaksiya gedir də. Doğru deyil istəyir, bir doğru da atdıq. T1 anında ayrılan hidrogenin həcmi 2 litrdir. Xeyr uşaqlar, T1 anında ayrılan hidrogenin həcmi 1 litrdir. 2 yanlışdır. Sink qırıntıları toz halında salınarsa reaksiyanın sürəti artar. Əlbəttə artar. 3 doğrudur, ona görə götürmürük. Niyə artar? Dedim ki, bərk maddə nə qədər xırda olsa reaksiya bir o qədər sürətli gedər. Metallar da bərk haldadır, civə istisnadır. Sink də bərk halda olduğuna görə yekə sink parçasının reaksiyası daha sürətli gedər. Yoxsa kiçik xırda sink tozlarının, əlbəttə ki, sink tozlarının. Ona görə 3 də doğrudur. Yalnız 2 yanlışdır. Cavab da oldu D variantı. 28-ci sual. Reaksiyasında ayrılan hidrogenin həcminin zamandan asılı qrafikinə əsasən hansı ifadələr doğrudur? Reaksiyanın sürəti zamandan asılı olaraq dəyişmir. Xeyr uşaqlar, dəyişir. Baxın, T1 zaman anında 1 litr hidrogen xaric olur. Yəni 1 litr hidrogen ayrılır. T2 zaman anında isə 2 litr hidrogen ayrılır. Deməli reaksiyanın sürəti zamandan asılıdır. Keçirik 2-yə. T2 zamanında ayrılan hidrogenin həcmi 2 litrdir. Doğrudur.
3'ə baxırıq. Alüminium qırıntıları toz halında salınarsa reaksiyanın sürəti artar. Doğrudur. Bayaq dedim ki, bəlkə halında bütöv bir maddəni yandıranda daha tez yanar, reaksiya daha sürətli gedər. Yoxsa onu xırdalayanda, əlbəttə ki, xırdalayanda. Ona görə 2-3 cavab da oldu B variantı. 29-cu sual. Hansı reaksiyada təzyiqi 2 dəfə artırsaq reaksiyanın sürəti 8 dəfə artar? Gəlin bir-bir reaksiyalar yazaq. Suyun elektrolizi 29-cu sual. Suyu elektroliz etdikdə H2O elektroliz reaksiya nəticəsində alınır 2 mol hidrogen, 1 mol da oksigen. Reaksiya tənliyini əmsallaşdırdıq. Deyir ki, reaksiyanın sürəti 8 dəfə artar. Təzyiqi 2 dəfə artırsaq. Uşaqlar, biz suyu elektroliz edirik, düz deyil. Reaksiyanın sürətini başlanğıc maddəyə əsasən hesablayırıq. Yəni təzyiq artırılmağını. Təzyiqi 2 dəfə artırsaq, uşaqlar, V bərabərdir K vurulsun P H2O üstü 2. Təzyiqi 2 dəfə artırdıqda reaksiyanın sürəti 4 dəfə artmış olar. 2 üstü 2 bərabərdir 4. Reaksiyanın sürəti 4 dəfə artmış olar. A variantı bizim cavabımız deyil. Suyun sintezi, keçirik. Amonyakın parçalanması B variantına keçirik. NH3 gəlin parçalayaq. NH3 parçalananda N2 üzərinə gəlinsin H2. Reaksiya tənliyini əmsallaşdıraq. 2 mol. Yenə də V NH3-ə görə K vurulsun PNH3 üstü 2. Reaksiyanın sürətini 2 dəfə artırdıq. Reaksiyanın təzyiqi 2 dəfə artırsaq, təzyiqi bilirik ki, qaza əsasən hesablayırıq. Reaksiyanın sürəti 4 dəfə artmış olacaq. B variantda cavabımız deyil. Suyun sintezi C variantına keçirik. H2 üzərinə gəlinsin O2. Reaksiya nəticəsində alınır H2O. Reaksiya tənliyini əmsallaşdırdıq. Sürət bərabərdir K vurulsun PH2 üstü 2 vurulsun PO2. Təzyiqi 2 dəfə artırmaq demək həm hidrogenin təzyiqini, həm də oksigenin təzyiqini artırmaq deməkdir. Və bərabərdir K vurulsun 2PH2 üstü 2 vurulsun 2PO2. Deməli, uşaqlar davam edirik. V də bərabərdir. Deməli, bu da V də bərabərdir. 2 üstü 2 K vurulsun 4PH2'nin kvadratı vurulsun 2PO2. Deməli, 2 dəfə 4, 8. Reaksiyanın sürəti 8 dəfə artmış olacaq. Cavabımız da oldu elə C variantı. Amonyakın sintezi uşaqlar NH3'ün sintezidir. Bu reaksiyanın tərsinə yazırıq. Reaksiyaya neçə mol qaz daxil olur? Amonyakın sintezi reaksiyası, baxın, VK vurulsun PN2 vurulsun PH2 üstü 3. Reaksiyanın təzyiqi 2 dəfə artırdıqda N2'nin təzyiqini də 2 dəfə artırarıq. 2 üstü, deməli, PH2'nin təzyiqini də 2 dəfə artırarıq. 2 üstü 3, 8, 8 dəfə 2, 16, sürət 16 dəfə artar. Hidrogen xloridin sintezdə H2 üzərinə gəlinsin xlor 2. Reaksiya nəticəsində alınır 2 mol H xlor. Reaksiya uşaqlar, sürət düsturu bu şəkildədir. K vurulsun, PH2 vurulsun, P xlor 2. Təzyiqi 2 dəfə artıranda 2 dəfə hidrogen təzyiqi artacaq, 2 dəfə də xlorun təzyiqi artacaq. Ümumilikdə sürət də artacaq 4 dəfə. Cavabın necə variantı olduğu da təsdiqləndi. Keçirik indi 30-cu suala. Hansı qrafik axıradək gedən reaksiyanın başlanğıc maddələrinin qatılığının zamandan asılı qrafikinə uyğundur? Cavab A variantı. Uşaqlar, reaksiya axıra qədər gedirsə, başlanğıc maddənin qatılığı sıfıra gəlib çatmalıdır. Sıfıra çatmayıbsa, deməli o reaksiya axıra qədər getməyib. 31-ci sual. Hansı qrafik reaksiya məhsulunun qatılığının zamandan... Reaksiya məhsulun qatılığı həmişə sıfırdan başlamalıdır. Cavab C-dir. Çünki uşaqlar, məsələn, N2 üzərinə H2 gələndə biz NH3 alırıq, düz deyil. Deməli, N2'nin üzərinə H2 gəlməzdən əvvəl qabımızın içərisində NH3 var idi, yox. N2 ilə H2'nin reaksiyasından NH3 əmələ gəldi. Yəni, başlanğıc qatılığı sıfır olur. Reaksiyadan sonra əmələ gəlir məhsul. Ona görə məhsulun qrafiki həmişə sıfırdan başlayır. 32-ci sual. Temperatur 60 dərəcədən 80 dərəcəyə qədər artırdıqda reaksiyanın sürəti neçə dəfə artar? Və temperatur əmsalını da verib ki, uşaqlar, Van Toff qaydasının düsturudur. V2 bölünsün V1, sürət neçə dəfə artar onu istəyir. Bərabərdir 2 üstü, qamma üstü, T2 çıxılsın T1. T2 80'dir, T1 60. 80'dən 60 çıxanda 20 bölünsün 10. Deməli, bu bərabərliyi də elə buradan yazaq. 2 üstü 20'ni 10'a böləndə 2 bərabərdir 4. Reaksiyanın deməli, sürəti 4 dəfə artmış olacaq. Cavab da oldu C variantı. Keçirik 33-cü suala. Reaksiyanı verib hansı sxem doğru deyil? Zaman keçdikcə reaksiyanın sürəti azalır. Doğrudur, azalır. Çünki başlanğıc maddələrin qatılığı azalır. Bayaq dedim ki, uşaqlar, bunu elə bayaq izah elədim.
V bərabərdir delta S bölünsün delta tau'dur düsturumuz. Düz deyil, sürətin düsturu delta S bölünsün delta tau'dur. Zaman keçdikcə başlanğıc maddələrin qatılığı azalır. Sürətlə də qatılıq düz mütənasib olduğuna görə sürətin qatılığı da artır. Onda C variantı yanlışdır, çünki reaksiyanın sürəti artmır, azalır. Çünki reaksiya bir istiqamətdə gedir. Reaksiyanı göstərir sağa doğru. Sağa doğru gedirsə başlanğıc maddələrin qatılığı azalır, sürəti azalır. Yox, əgər reaksiyanın istiqamətini bu istiqamətdə göstərsəydi, onda başlanğıc maddələrin qatılığı azalanda reaksiya məhsullarının qatılığı artardı, reaksiyanın sürəti də artardı. B, D, E variantlarına da baxaq. T'nin qatılığı artır, doğrudur. Z'in qatılığı artır, doğrudur. X ilə Y-in qatılığı da azalır, D də doğrudur. 34. Reaksiyanın temperatur əmsalını verib, 70 dərəcə Selsidə sürətini verib, sürətini verib və deyir hansı dərəcə Selsidə 3,2 olar sürəti. Uşaqlar, düsturda yerinə qoyub yazırıq. 34-cü sual. Deməli, bizə V1-i verib, V2-ni verib. V2 3,2 bərabərdir. V1 vurulsun, 0,2 vurulsun. Temperatur əmsalı 2 üstü. T2-ni tapmağımızı istəyir. T2 çıxılsın, T1 70-dir, bölünsün 10. Bir verilir yerinə yazıq. İndi cavabı yazaq. Sar gedir 16 dəfə. 16 2 üstü neçədir uşaqlar? 2 üstü 4 bərabərdir. 2 üstü T2 çıxılsın 70 bölünsün 10. Bayaqdan həll etdiyimiz düsturdur. İkiləri ixtisar aparıb üstləri bərabərləşdiririk. T2 çıxılsın 70 bölünsün 10 bərabərdir 4. T2 çıxılsın 70 bərabərdir 40. T2 də bərabərdir uşaqlar 110 dərəcə Selsi. Cavabımız da oldu A variantı. 35-ci sual. Birinci reaksiyada gedən qabın həcmini 2 dəfə artırıb, ikinci reaksiyaya gedən qabın həcmini 2 dəfə azaldılarsa, X və Y-i müəyyən edin. Uşaqlar, qabın həcmi deyəndə uşaqlar, yəni çox vaxt bizim ağlımıza gələn düstur olmalıdır. V bərabərdir, delta nü bölünsün. V burada qabın həcmi idi. Vurulsun delta tau. İndi bizə V-nü bilirik, mol miqdarlarına əsasən müəyyən eləyə bilərik. Həcm dəyişməsini istəyir, amma delta tau-nu bizə verməyib. Deməli, bu düsturdan istifadə eləyə bilmərik, çünki 2 dənə dəyişəni bilmirik. İndi istifadə edəcəyimiz düstur təzyiq düsturudur. V bərabərdir, K vurulsun, PA vurulsun, PB. Niyə təzyiq? Uşaqlar, diqqətlə baxın. Qabın həcmi tutaq ki, bir dənə böyük qab yazaq, bir dənə balaca qab. Birinci qabın həcmi böyükdür, ikinci qabın həcmi balacadır. İkisinə də eyni dərəcədə qaz dolduraq. Yəni hər ikisinə tutaq ki, 2 mol qaz doldururam. 2 mol qaz, 2 mol qaz. Hər ikisinə 2 mol qaz doldurdum. 2 mol qaz balaca qabda daha çox sıx yerləşəcək. Nəhəng qabda isə aralı, yəni seyrək yerləşəcək. Sizcə birinci qabın qaz molekullarının divara göstərdiyi təzyiq daha böyük olacaq, yoxsa ikinci qaz molekullarının divara göstərdiyi təzyiq daha böyük olacaq? Əlbəttə ki, ikinci qab daha balaca olduğuna görə onun qaz molekulları, onun tərkibində olan molekulların divara qarşı göstərdiyi təzyiq daha çox olacaq. Birinci qab daha iri olduğuna görə təzyiq daha kiçik olacaq. Deməli, həcm, qabın həcmi təzyiqlə necə mütənasibdir? Tərs mütənasibdir. Həcmi taparıq. Əgər həcm artırsa azalacaq. Həcm azalır tapırıqsa cavablar da artırı götürəcək. Həcmlə, qabın həcmi ilə təzyiq tərs mütənasibdir. Burada netləşək. Keçirik birinci reaksiya üçün baxmağa. Sürətin düsturunu yazıram təzyiqə görə. V bərabərdir. K vurulsun. Deməli, P H2 vurulsun P xlor 2. H2 də xlor 2 də qaz halında olan maddələrdir. Ona görə də qabın həcmini 2 dəfə artırıb, deyir qabın həcmini 2 dəfə azaldıbsa, uşaqlar, qabın həcmini 2 dəfə artırıbsa, dedim ki, həcmlə təzyiq tərs mütənasibdir. Onda təzyiq 2 dəfə azalmış olacaq, düz deyil. Qabın həcmi ilə təzyiq tərs mütənasibdir. Qabın həcmini 2 dəfə artırıblarsa, təzyiq 2 dəfə azaldıb. Hidrogenin təzyiqini də 2 dəfə azaldırıq, xlorun təzyiqini də 2 dəfə azaldırıq. Onda sürət neçə dəfə azalacaq? Sürət 4 dəfə azalmış olacaq. 4 dəfə azalır cavablarını seçdik. Keçirik indi ikinci reaksiyaya. İkinci reaksiyaya diqqətlə baxın uşaqlar. Deməli, sürət V bərabərdir. K vurulsun P H2 kvadratı vurulsun PO2. Deməli, uşaqlar deyir ki, qabın həcmi 2 dəfə azaldılarsa, qabın həcmi 2 dəfə azaldılıbsa, təzyiq 2 dəfə artıb. Hidrogen də oksigen də qaz halında olan maddələr olduğuna görə hər ikisinin təzyiqini 2 dəfə artırırıq. Gəlin artıraq. V bərabərdir. K vurulsun. H2-nin təzyiqini 2 dəfə artıranda 2 PH2-nin kvadratı vurulsun
vurulsun 2PO2. 2 üstü 2 4. Deməli bərabərdir. K vurulsun 4PH2 vurulsun 2PO2. Ümumilikdə uşaqlar deməli sürət neçə dəfə artmış oldu? 4 dəfə 2 8. Sürət də 8 dəfə artmış oldu. Cavab da oldu Y variantı. Keçirik indi 36-cı suala. Sabit temperaturda poşenlə tərkiz edilmiş qapalı qabda təzyiqi 4 dəfə artırdıqda deyir ki, P 4 dəfə artır. Artır 4 dəfə. Düzünə gedən reaksiyanın sürət dəyişməsinin, əksinə gedən reaksiyanın sürət dəyişməsinə olan nisbətini hesablayın. Gəlin hesablayaq da uşaqlar. İlk öncə düzünə gedən reaksiyanın sürətini hesablayaq. V bərabərdir. K vurulsun PN2 vurulsun PH2 üstü 3. Deməli təzyiqi 4 dəfə artırırıq düzünə gedən reaksiyaya görə. Onda düzünə gedən reaksiyanın sürəti, sürət dəyişməsi bərabər olacaq. K vurulsun 4PN2 4 üstü 3 PH2. Deməli ümumilikdə sürət neçə dəfə artmış oldu? Delta V artmış oldu 4 üstü 4 dəfə. Deməli birinciyə görə sürət dəyişməsini tapdıq başlanğıc maddəyə görə. İndi keçirik reaksiya məhsuluna görə. Reaksiya məhsuluna görə sürət düsturu V bərabərdir. K vurulsun PNH3 üstü 2. Deməli təzyiqi 4 dəfə artırdıqda, gəlin burada da təzyiqi 4 dəfə artıraq. K vurulsun 4 üstü 2 PNH3 üstü 2. Burada PH3 üstü 3 var. Deməli 4 üstü 2 və 2 də bərabərdir 4 üstü 2 oldu. 4 üstü 2 dəfə artdı. Sürət dəyişməsinə olan nisbətini istəyir bizdən. Deməli V1-in başlanğıc reaksiya düzünə gedən reaksiya bu istiqamətdir. Əksinə gedən reaksiya bu istiqamətdir. V1-in V2 olan nisbətini bizdən istəyir. V1 4 üstü 4 dəfə artmışdı. V2 4 üstü 2 dəfə artmışdı. İxtisar aparırıq. 4 üstü 2'miz qaldı. 4 üstü 2 də 16'ya bərabərdir. Deməli nisbət də oldu 16. Cavab da oldu C variantı. Keçirik indi uşaqlar 37-ci suala. Həcmi 1 litr olan qabda reaksiyaya daxil olan qazlar X və Y-dir. Başlanğıc mollarını verib, artıq qalan mol miqdarını verib. X və Y ilə gedən reaksiyanın kinetik tənliyini müəyyən edin. Gəlin müəyyən edək. 37-ci sual. Deməli, birinci və ikinci reaksiya üçün. Birinci reaksiya budur uşaqlar. İkinci reaksiyanı da görürsünüz. Deməli, birinci reaksiyaya X maddəsi üçün hesablayırıq. 0 başlanğıc mol payı 0,1 mol bölünsün. Başlanğıc molu 0,1 mol. Artıq qalan mol miqdarı yoxdur. Deməli, 0,1 mol da yenə sərf olunub X maddəsindən. Daha sonra keçirik Y maddəsinə. Y2, deməli 0,5 mol Y-in başlanğıc mol miqdarı, 0,2 mol da artıq qalıbsa 0,3 mol Y-də sərf olunub. Deməli X2 üzərinə gəlinsin Y2. 0,1 mol X sərf olunanda 0,3 mol Y sərf olunub. Natural ədədlərlə ifadə edək. 1 mol X sərf olunanda 3 mol Y sərf olunub. Deməli əmsallarını yazırıq. X-in qarşısında heç bir əmsal yazmırıq. Y-in də qarşısına yazırıq 3 mol Y2. Deməli əmsalları da müəyyən elədik. Onda sürət düsturda olacaq və bərabərdir K vurulsun. Qatılığa əsasən S X-in qatılığı vurulsun Y-in qatılığı üstü 3. Çünki əmsalı 3'dür. Cavabımız da oldu uşaqlar C variantı. İndi mən ikinci reaksiya üçün də hesablama aparsam eyni nəticəni alaram. İkinci reaksiyaya gəlin baxaq. Deməli ikinci reaksiyada yenə X-lə Y üçün hesablayıram. 0,3 mol X götürüblər. Yox, Y götürüblər. 0,3 açdım. 0,2 mol X götürüblər. 0,1 mol artıq qalıb. Deməli 0,1 mol reaksiyaya daxil olub. Bayaqki kimi. Y-də götürüblər 0,3 mol. Deməli heç artıq qalmayıb. Ona görə də 0,3 mol Y-də sərf olunub. Hələ 0,1 mol X, 0,3 mol Y. Burada sizə ikinci reaksiyanı çaşdırmaq üçün veriblər. Elə birinci reaksiyanı hesablayanda olsa cavabı tapmaq olur. İkinci reaksiyanı sadəcə başımızın qarışması üçün veriblər. 38-ci sual. Hansı hallarda hər iki reaksiya eyni dəfə sürətlənir? Hər iki reaksiyada temperatur 10 dərəcə Selsiyə artırdıqda sürət əmsalını da bizə verib, qammanı da verib 2, qammanı verib 4.
Deyir, hər iki reaksiyada temperaturu 10 dərəcə Selsi artırdıqda. Yəni, hər iki reaksiyada temperaturu 10 dərəcə Selsi artıraq. Yəni, delta T bərabər olsun 10-a. 38. V2 bölünsün V1 nisbətini bizdən istirdi. Deyir ki, reaksiya eyni dəfə sürətlənir. V2 bölünsün V1 bərabərdir. Qammanı verib 2. 2 üstü. Temperatur 10 dərəcə Selsi artırdıqda delta T oldu 10 uşaqlar. Məsələn, tutaq ki, temperatur 30 dərəcə Selsi idi. Gəldi oldu 40 dərəcə Selsi. Delta T nəyə bərabər oldu? Delta T oldu 10. Temperaturda 10 dərəcə Selsi artmış oldu. 2 üstü delta T'ni bizə verdi. 10 bölünsün 10. Deməli, V2 bölünsün V1 oldu 2 dəfə. Keçir indi birinci üçün hesabladıq. Keçir indi ikinci reaksiya. V2 bölünsün V1. Reaksiyanın işte və sürətləndiyini tapırıq. 4 üstü. Temperatur 10 dərəcə Selsi artırırıq. 10 bölünsün 10. 4 üstü 1 oldu 4. Deməli uşaqlar birinci reaksiyada sürət 2 dəfə, ikinci reaksiyada isə 4 dəfə artdı. Ona görə bir doğru cavab deyil. Y-in qatılığı 2 dəfə artdıqda. Uşaqlar, başlanğıc maddənin qatılığı artdıqda reaksiya sağa doğru yönəlir. Y-in qatılığını 2 dəfə artırdıqda reaksiyanın sürəti 2 dəfə artmış olur. Niyə? Çünki V1-in sürəti, yəni birinci reaksiyaya görə hesablayıram. K vurulsun S X-in qatılığı, bir də vurulsun S Y-in qatılığı. V2-nin sürəti də bərabərdir. K vurulsun S T-nin qatılığı, bir də S Y-in qatılığı üstü 2. Çünki Y-in əmsalı 2-dir. Y-in qatılığını 2 dəfə artıranda, onda reaksiyanın sürəti də 2 dəfə artır. Y-in qatılığını 2 dəfə artıranda 2 üstü 2 olur axı, yəni 4. Reaksiyanın sürəti də 4 dəfə artmış olur. Yenə reaksiyanın sürəti eyni dəfə artmış olmadı. Təzyiqi 2 dəfə artırdıqda, diqqətlə baxın uşaqlar. Təzyiqin də asıllığını yazaq. Birinci reaksiyanın sürəti təzyiqdən asıllıq düsturunu yazıram. K vurulsun Px vurulsun Py. Təzyiqi 2 dəfə artıranda, onda X-in təzyiqini də 2 dəfə artırmalıyıq, Y-in təzyiqini də 2 dəfə artırmalıyıq. İkisi də qaz halında olan maddədir. Reaksiyanın sürəti də artdı 4 dəfə. Keçir ikinciyə baxmağa. V2 bərabərdir. K vurulsun Py üstü 2. Mən T-nin təzyiqini nəzərə almadım. Çünki T bərk halda maddədir. Bərk halda maddələr üçün təzyiqdən danışıla bilməz. Bərk halda olan maddələr üçün yalnız səthin sahəsindən danışılır. Ona görə təzyiq düsturunda bərk halda olan maddələri yazmırıq, saymırıq onları. Deməli, Py-in deməli təzyiqi 2 dəfə artırdıqda Y qaz halında maddədir. Təzyiqi 2 dəfə artıranda 2 üstü 2, sürətdə 4 dəfə artmış olur. Üçüncü reaksiya hər ikisinə aiddir. Birinci reaksiyanın temperaturunu 40 dərəcə, ikinci reaksiyanın temperaturunu 20 dərəcə Selsi artırdıqda. Yəni birinci reaksiyanın delta T birinci reaksiya üçün delta T'ni verdi 40, ikinci reaksiya üçün delta T'ni bizə verdi 20 dərəcə Selsi. Bayaq izah elədim. Temperatur 30 dərəcə Selsidən 40 dərəcə Selsiyə gəldikdə 10 dərəcə Selsi artmış oldu. Amma delta T də oldu 10-da, 40-dan 30 çıxanda 10 elədi. Temperaturun artması demək delta T'ni tapmaq deməkdir. Gəlin baxaq. Dördüncüyə keçdik. Birinci reaksiyada temperatur 40 dərəcə Selsi artıraq. V2 bölünsün V1 sürət dəyişməsi bərabərdir. Taunu bizə qammanı bizə verib 2, 2 üstü delta T'ni də verdi 40 bölünsün 10. İxtisar aparırıq 2 üstü 4, 2 üstü 4 də uşaqlar 16-ya bərabərdir. Keçir ikinci reaksiya üçün. V2 bölünsün V1 bərabərdir 4 üstü temperatur əmsalını bilirik ki 4'dür. 20 dərəcə Selsi artırdıqda delta T, yəni 20 bölünsün 10, 4 üstü 2 də bərabərdir 16. Hər ikisində reaksiyanın sürəti 16 dəfə artdı. Ona görə birinci cavabımız 3'dür, ikinci də 4. Doğru cavabları istirdi. Doğru cavablar da oldu 3 və 4. Keçdik 39-cu suala. Hansı reaksiyalar aparılan qabın həcmi 2 dəfə azaldıqda reaksiyanın sürəti 8 dəfə artar? Uşaqlar, reaksiya nəticəsində alınan maddələr bizə maraqlı deyil hal-hazırda. Çünki reaksiya daxil olan maddələr üçün sürət hesablayacaq. 39-cu sual. Sizə bayaq dedim ki, qabın həcmi təzyiqlə azaldıqda reaksiyanın sürəti. Qabın həcmindən danışılırsa, biz V bərabərdir nü bölünsün. Yəni düsturu yazın, bir daha izah edirəm, diqqətlə qulaq asın. Delta nü bölünsün. V vurulsun delta tau düsturundan istifadə eləyə bilmərik. Çünki nü'nün qiymətini bilirik. Onsuz da bu reaksiyaları tamamlayaram, nü'nün qiymətini taparam. Amma bizdən V'nin qiymətini istəyir, tau'nun qiymətini də verməyib. Mən 2 dənə dəyişənli olan bir tənliyi necə həll eləyim? Bir dəyişənli olanı həll eləməliyik. 2 dənə dəyişəni var bunun. Yəni 2 dənə bilinməyən dəyişəni var.
Hansı reaksiya qabın həcmini tapmaq üçün bayaq da dedim. Böyük qabın içi olsun, bir də balaca qabımız olsun. Hər ikisinə 2 mol qaz əlavə elə. 2 mol qaz əlavə elə. Deməli, birinci qabda qazlar seyrək formada olacaq. İkinci qabda isə daha sıx olacaqdır. Çünki qabın həcmi kiçikdir axı. Birinci qabda uşaqlar molekulların qabın divarlarına göstərdiyi təzyiq, ikinci qabda qabın divarlarına göstərdiyi təzyiqdən qat-qat kiçik olacaq. İkinci qab daha kiçik olduğuna görə qaz molekullar daha çox təzyiq göstərəcək. Deməli, qabın həcmi ilə təzyiq bir-biri ilə tərs mütənasib asılıdır. Bura netləşdi. Qabın həcmi 2 dəfə azaldıqda, deməli qabın təzyiqi, həcm 2 dəfə azaldıqda, deməli qabın təzyiqi 2 dəfə artmış olur. Qazın təzyiqi 2 dəfə artmış olur. Qabın həcmi 2 dəfə azaldıqda, qazların təzyiqi 2 dəfə artmış olur. Deməli, reaksiyanın sürəti 8 dəfə artar. Gəlin, hansında 8 dəfə artar? İndi gəlin onu müəyyən eləyək. Aşağıda təmiz səhifəyə keçib müəyyən eləyək. Deməli, deyir ki, indi qabın həcmi ilə təzyiq tərs mütənasib olduğu üçün təzyiq 2 dəfə artır. Gəlin, indi reaksiyaları tamamlamalıyıq ki, mol miqdarlarını yazaq. Birinci reaksiyadan başlayaq. N2 üzərinə gəlinsin H2, reaksiya nəticəsində alınacaq NH3, reaksiya tənliyini əmsallaşdıraq 2 mol, 3 mol. Sürət düsturunu yazaq təzyiqə görə. V bərabərdir K vurulsun PN2, qaz halında olan maddələri yazıram təzyiq düsturunda. pH2 üstü 3. Deməli, təzyiq 2 dəfə artırıb deyirsə, qaz halında olan maddələrin ikisinin də təzyiqi 2 dəfə artır. N2-nin təzyiqini də 2 dəfə artırarıq. pH2-nin təzyiqini də 2 dəfə artıranda 2 üstü 3 eləyir. 2 vurulsun 2 üstü 3, 2 üstü 4 eləyir. 2 üstü 4 də 16-ya bərabərdir. Deməli, təzyiqi 2 dəfə artırdıqda reaksiyanın sürəti 16 dəfə artar. Bir bizim cavabımız deyil. Keçirik ikinciyə. Deməli, reaksiyanı yazıb tamamlayaq. H2 üzərinə gəlinsin O2, reaksiya nəticəsində alınacaq 2 mol H2O, reaksiya tənliyini əmsallaşdıraq. Sürət düsturuna görə K vurulsun pH2-nin kvadratı, çünki əmsalı 2-dir, vurulsun PO2. Deməli, H2-nin, pH2, təzyiqi artırdıq neçə dəfə uşaqlar? Təzyiqi 2 dəfə artırmamızı istəyirlər. H2-nin təzyiqini 2 dəfə artıranda 2 üstü 2 pH2. Deməli, O2-nin təzyiqini də 2 dəfə artıraq. 2 üstü 2 vurulsun 2, 2 üstü 3. Ümumilikdə sürət neçə dəfə artmış oldu? 8 dəfə artmış oldu. Deməli, 2 bizim doğru cavabımızdır. Digər variantların da gəlin doğruluğunu yoxlayaq uşaqlar. Deməli, 3-ə keçirik. Hidrogen üzərinə gəlinsə xlor 2, reaksiya nəticəsində alınacaq H-xlor, reaksiya tənliyini əmsallaşdırdıq 2 mol. Sürət düsturunu təzyiqə görə yazırıq. V, K vurulsun, pH2 vurulsun, P-xlor 2. Diqqətlə baxın uşaqlar, K vurulsun, hidrogen təzyiqini də 2 dəfə artırırıq, xlorda da təzyiqi 2 dəfə artırırıq. Hər ikisi qaz halında olan maddədir. Ümumilikdə təzyiq 4 dəfə artmış olur. Onda reaksiyanın sürət də 4 dəfə artmış olur. 3 yanlışdır. 4-ə keçirik. NO üzərinə gəlin O2, reaksiya nəticəsində alınacaq NO2, reaksiya tənliyini əmsallaşdırırıq. Gəlin baxaq, V bərabərdir K vurulsun, PNO-nun kvadratı vurulsun PO2. Deməli, NO-nun təzyiqini 2 dəfə artıranda 2 üstü 2 olacaq. O2-nin təzyiqini 2 dəfə artıranda 2, 2 üstü 2 vurulsun 2, 2 üstü 3 bərabərdir 8. Deməli, təzyiqi 2 dəfə artıranda sürət 8 dəfə artmış olacaq. 4 də bizim cavabımızdır. Keçirik sonuncu reaksiya, yəni 5-ci reaksiya. CO üzərinə gəlinsin O2, reaksiya nəticəsində alınacaq CO2. Reaksiya tənliyini əmsallaşdırırıq 2 mol, 2 mol. Deməli, reaksiya tənliyini əmsallaşdırdıq. V bərabərdir K vurulsun, PCO-nun kvadratı vurulsun PO2. 2 dəfə artıraq təzyiqi 2 üstü 2 vurulsun 2 bərabərdir 2 üstü 3. Sürət də 8 dəfə artmış olacaq. Cavabımız da oldu 2, 4, bir də 5. Keçirik 40-cı suala. Reaksiya 70 dərəcə Selsi temperaturda 40 saniyəyə başa çatırsa, reaksiyada 50 dərəcə Selsidə neçə saniyəyə başa çatar? Uşaqlar, bayaqdan elə bu tipdə suallar həll edirik. Gəlin yazaq. T1-i bizə verdi 70 dərəcə Selsi. Tau1-i bizə verdi 40 saniyə. T2-ni bizə verdi 50 dərəcə Selsi. Tau2-ni bizdən istəyir. Tau2 bərabərdir sual. Temperatur əmsalını da bizə verib 2. Deməli, Tau2 bərabərdir sual. Gəlin tapaq da.
Deməli demişdim V2 bərabərdir V1 vurulsun temperatur əmsalına olan düsturu. Deməli temperatur əmsalına olan düsturu zamanda tərs mütənasib ifadə edirik. Çünki zamanla sürət bir-birinə tərs mütənasibdir. Nə demək istədiyimi qısaca izah edeyim. V2 bölünsün V1 bərabərdir gamma üstü delta T bölünsün 10 değildir. Deməli V2 bölünsün V1, tau1 bölünsün tau2'ye bərabər. Zamanla tərs mütənasib asılıdır. Tau1 bölünsün tau2 bərabərdir. Gamma üstü delta T bölünsün 10. Gamma neçədir uşaqlar? Bizə verilib 2. Delta T'ni ya tapaq. 50'dən 70 çıxırıq. Mənfi 20. Mənfi 20'ni də deməli ona böləndə həmişə dedim ki T2'dən T1'i çıxırıq. Mənfi 20'ni də ona böləndə mənfi 2. Bizə tau 1 də vermişdi 40 saniyə. Deməli 40 bölünsün tau 2 bərabərdir. Mənfi 2 1 bölünsün 2 üstü 2 yəni 4. Mənfi olanda 2 məxrəcə düşür uşaqlar. Deməli tau 2 də bərabərdir 160 saniyə. Uşaqlar gördünüz hesablama aparanda mənfini də nəzərə alın. Tau 2 də oldu 160 saniyə. Keçirik neçənci suala? 41-ci suala. T1, T2 temperaturlarında reaksiyanın sürət nisbətini bizə verib 81. Reaksiya sürətinin temperatur əmsalını da verib temperatur dəyişməsini istəyir. Gəlin düsturda yerinə yazaq. V2 bölünsün V1 bərabərdir gamma üstü delta T, yəni T2 çıxılsın T1 bölünsün 10'dur. V2 bölünsün V1 nisbətini verdi 81. 3 üstü delta T, yəni T2 çıxılsın T1 bölünsün 10. 81 3 üstü 4'dür. Bərabərdir 3 üstü delta T bölünsün 10. Üstləri bir-birinə bərabər eləyirik. Delta T bölünsün 10 bərabərdir 4. Delta T də bərabərdir 40 dərəcə Celsius. Deməli temperatur dəyişməsi oldu 40 dərəcə Celsius. Keçirik indi 42-ci suala. Reaksiyada T1, T2 bayaqki sualına eyni tipdə sualdır. Gəlin veriləri yerinə yazaq. V2 bölünsün V1 16 bərabərdir. Temperatur əmsalı 2 delta T, yəni x bölünsün 10. Deməli 2 üstü 4 bərabərdir. 2 üstü x bölünsün 10. Davam edir 4 bərabərdir. Üstləri bir-birinə bərabərləşdiririk. X bölünsün 10. X də bərabərdir 40 dərəcə Celsius. Deməli temperatur dəyişməsi də oldu 40 dərəcə Celsius. Keçirik 43-cü suala. Deməli T1, T2 yəni V1 bölünsün V2 nisbətini verib, temperaturdan birini verib, digərini istəyir bizdən. Getmə müddətini verib. Bu T1, T2 getmə müddətidir. Buradakı T1, T2 temperaturdur. T1 temperaturunda reaksiyanın getmə müddəti. Müddət. 43-cü sual. V2 bölünsün V1 bərabərdir zamanlı tərs mütənasib asılıdır. Tau 1 bölünsün tau 2. V2 bölünsün V1 nisbətini bizə verib 8. 8 bərabərdir. T1 temperaturunda getmə müddətini verdi 16 dəqiqə. Onda tau 1 oldu 16. 16 bölünsün T2 temperaturunda getmə müddəti x. 16 bölünsün x. X də bərabərdir 2. 16'nı 2'ye böləndə 8 eləyir. Deməli tau 2 də oldu 2 saniyə. Müəyyən elədik. Keçirik 44-cü suala. Eyni tipdə sualdır. Bayaq da dediyim kimi sürətlə temperatur bir-birinə tərs mütənasib. Temperatur nədir? Zaman bir-birinə tərs mütənasib asılıdır. V2 bölünsün V1 tau 1 bölünsün tau 2'ye bərabərdir. V2 bölünsün V1 nisbətini verib 9 bərabərdir. Tau 1'i bizə verib 27 dəqiqə bölünsün. Tau 2 də yəni T2 temperaturda reaksiyanın getmə müddətini verib x. 27 bölünsün x. X də bərabərdir 3. 3 dəqiqə. Bu qədər uşaqlar. Keçirik indi neçənci suallar? 45. 45-ci sual. T1'i verib 100 dərəcə, T2'ni bilmirik. Qammanı verib V2 bölünsün V1 nisbətini də verib. Uşaqlar bu elə bizim düsturumuzda yerinə yazıb cavabı tapırıq. 45-ci sual. Deməli V2 bölünsün V1 bərabərdir gamma üstü delta T, yəni T2 çıx T1 bölünsün 10. V2 bölünsün V1 8 bərabərdir 2 üstü. T2 neçədir uşaqlar? X çıxılsın 100 bölünsün 10. 8 də uşaqlar 2 üstü 3'dür. 2 üstü 3 bərabərdir 2 üstü x çıxılsın 100 bölünsün 10. Üstləri bir-birinə bərabərləşdiririk. X çıxılsın 100 bölünsün 10 bərabərdir 3. X çıxılsın 100 bərabərdir 30. X də bərabərdir 130 dərəcə Celsius.
Cavab da oldu 130. Keçdik indi 46-cı suala. Eyni tipdə sualda elə eyni şəkildə də həll olunur uşaqlar. 46-cı sualı yazaq. Birbaşa verilir yazıram. V2 çıxılsın V1 27. 27 3 üstü 3'tü bərabərdir. Gamma 3 delta T yəni 180 çıxılsın T1 bölünsün 10. Üstləri bir-biri ilə bərabərləşdiririk. 180 çıxılsın X bölünsün 10 bərabərdir 3. Bərabərdir birbaşa 30 yazaq. X də bərabərdir 150 dərəcə Selsi. Deməli T1'i də müəyyən elədik 150 dərəcə Selsi. İndi keçirik 47-ci suala. Qrafikə əsasən reaksiya sürətinin temperatur əmsalını bizə verib, reaksiyanın ilkin temperaturunu istəyir. Gəlin qrafikə əsasən verileri müəyyən eləyək. Temperatur əmsalı qamma bərabərdir 2. Başlanğıc temperaturu istəyir. T1 bərabərdir sual. T2'ni bizə verib 90 dərəcə Selsi. T2 bərabərdir 90 dərəcə Selsi. T1 zaman anında uşaqlar reaksiyanın sürəti, yəni V1 bərabərdir 0,2. T2 zaman anında, yəni 90 saniyədə reaksiyanın sürəti nəyə bərabər oldu? V2 bərabərdir 3,2. İndi bizdən T1 istəyir uşaqlar. Qoyaq düsturda elə yerinə yazaq da. V2 bölünsün V1 3,2 bölünsün 0,2 bərabərdir. Gamma üstü 2 üstü T2 çıxılsın, yəni 90 çıxılsın T1 bölünsün 10. İxtisarlarımızı aparırıq 16 dəfə. 16 uşaqlar 2 üstü 4'dür. 2 üstü 4 bərabərdir 2 üstü 90 çıxılsın T1 bölünsün 10. Üstləri bir-birindən bərabərləşdiririk. 90 çıxılsın T1. 4 dəfə də 10 bərabərdir 40. T1 də bərabərdir 50 dərəcə Selsi. T1'i müəyyən elindir. T1 də oldu 50 dərəcə Selsi. Keçir indi 48-ci suala. Qammanı verib reaksiyanın başa çatma vaxtı 36 dəqiqədən 4 dəqiqəyə qədər azaltmaq üçün 48-ci sual. Qammanı bizə verdi 3. Reaksiyanın başa çatma vaxtı, yəni tau 1 bərabərdir 36 dəqiqə. Tau 2'ni də verib deyir 4 dəqiqə. 36 dəqiqədən 4 dəqiqəyə azaltmaq üçün temperaturu necə artırmaq lazımdır? Neçə dərəcə artırmaq lazımdır? Yəni bizə delta T'ni istəyir. Temperaturun dəyişməsini neçə dərəcə artırmaq? Artırmaq, azaltmaq bunlar delta T'dir uşaqlar. Bayaq izah elədim. Temperaturu 30 dərəcə Selsidən 40 dərəcə Selsiyə gətirdikdə temperatur 10 dərəcə Selsi artmış olur. Temperatur dəyişməsi nəyə bərabər olur? 40'dan 30 çıxanda 10 dərəcə Selsi artmış olur. Yəni artırmaq, azaltmaq bunlar temperatur dəyişməsi deməkdir. Davam edirik. Deməli düsturda yerinə yazaq qutardı uşaqlar. V2 bölünsün V1'in yerinə tau 1 bölünsün tau 2 yazırıq. Tau 1 bölünsün tau 2 bərabərdir. V2 bölünsün V1 bərabər deyildi. Gamma üstü 3 üstü delta T bölünsün 10. Tau 1 nədir uşaqlar? 36 bölünsün 4 bərabərdir 3 üstü T bölünsün 10. 4'e ixtisar getdi 9 dəfə. 3 üstü 2 9'dur. Bərabərdir 3 üstü delta T bölünsün 10. Üstləri bir-biri ilə bərabərləşdiririk. Delta T bölünsün 10 bərabərdir 2. Delta T də bərabərdir 20 dərəcə Selsi. Deməli 20 dərəcə Selsi artırmaq lazımdır ki temperaturu reaksiya 36 dəqiqədən 4 dəqiqəyə ensin. 49-cu sual. Eyni şəraitdə və verilmiş miqdarda maddələrlə təchiz edilmiş eyni həcmli qablar və eyni şəraitdə reaksiya baş verir. İkinci qabdakı reaksiya birinci qabdakı reaksiyadan neçə dəfə sürətli gedər? 49-cu sual. İlk öncə qablardakı maddələrin mol miqdarını müəyyən eləyək. Uşaqlar 2 qram hidrogen neçə moldur? 1 mol deyil. Uşaqlar bəs 28 qram hidrogen neçə mol olacaq? 28 qram hidrogen də olacaq 14 mol. Deməli birinci qabda 14 mol hidrogen var. 1 mol azotun kütləsi 28 qramdır. 1 mol da azot var. İkinci qabda 28 mol hidrogen var. 1 mol da azot var. Deməli birinci və ikinci qablarda azotun və hidrogenin mol miqdarını öyrəndik. Reaksiyanı yazırıq. N2'nin H2 ilə reaksiyası nəticəsində NH3 əmələ gəlir. Reaksiya tənliyini əmsallaşdırırıq. 2 mol, 3 mol. Uşaqlar, diqqətlə qulaq asın. Hər iki reaksiyada 1 mol azotla 3 mol hidrogen reaksiyaya daxil olur. Yaxşı, bəs reaksiyanın sürətini biz niyə maddələrin mol miqdarına görə hesablayırıq? Yəni reaksiyanın sürətini maddələrin başlanğıc qatılıqlarına əsasən hesablayacağıq. Yəni V bərabərdir K vurulsun CN2 vurulsun CH2 üstü 3. Niyə?
Niye birinci reaksiyada onsa hər ikisində eyni qədər NH3 alınacaqdır. Çünki 1 mol N2 var. Niyə birinci reaksiya ikinci reaksiyadan daha sürətli gedir? Uşaqlar, iki dənə eyni şəraitdə eyni ölçülü qab götürürük. Qabların həcmləri bir-birinə bərabərdir. Birinci qabın tərkibində 14 mol hidrogen, 28 mol azot var. İkinci qabın tərkibində artıq 28 mol hidrogen, 1 mol azot var. İkinci qabın tərkibində qaz molekullarının miqdarı daha çox olduğuna görə onlar daha tez-tez bir-birlərindən toqquşurlar. Toqquşma daha sürətli baş verdiyinə görə reaksiyada daha sürətli gedir. Birinci qabın tərkibində molekullar bir-birlərindən daha aralı yerləşirlər, ikinci qaba nisbətən. Toqquşma daha az olur, reaksiya daha zəif gedir ikinci qaba nisbətən. Ona görə reaksiyanın sürətini hesablayanda qaz molekullarının mol miqdarı ilə hesablayırıq. NH3 nə qədər alınır? Bu isə bizə maraqlı deyil. V1 üçün yazırıq. V1 bərabərdir K vurulsun CN2. N2'nin mol miqdarı nə qədərdir? 1. Uşaqlar 1 vurulsun CN2 də yaza bilərdik. Onsuz da onlar ixtisar gedəcək. Yəni bizə məsələdə lazım deyirlər. Ona görə birbaşa mol miqdarını qatılıq kimi götürürük. H2'nin qatılığı nə qədərdir? 14 mol. Litir onsuz da bərabərdir yazmırıq. 14 üstü 3. S bərabərdir V bölünsün V nədir? N bölünsün L deyildir. N bölünsün V deyildir. Uşaqlar V həcm deyir ki eynidir. Bütün qablarda həcm eynisə hesablamada həcm bizə lazım deyil. S ilə N bir-birindən düz mütənasibdir. V2 də bərabərdir K vurulsun. Azotun deməli qatılığı yenə 1'dir. Hidrogenin qatılığı da yəni 28 moldur mol miqdarı. 28 üstü 3. Deyir ikinci reaksiya birinci reaksiyadan neçə dəfə sürətli gedəcək? V2 bölünsün V1 nisbətini bizdən istəyir. 28 üstü 3 bölünsün 14 üstü 3. İndi bunları eyni bir mötərizə xaricinə gətiririk. V2 bölünsün V1 bərabərdir. 28 bölünsün 14 üstü 3. 28 14'e böləndə 2 üstü 3 bərabərdir 8 dəfə. İkinci reaksiya birinci reaksiyadan 8 dəfə daha sürətli gedəcək. Keçirik indi 50-ci suala. Reaksiyanı bizə verib. Deyir ki, uyğunluğu müəyyən edin. NO-nun qatılığı NO başlanğıc maddədir. Qatılığını 2 dəfə artıraq. Gəlin ilk öncə bu reaksiyanın qatılıqdan astığı düsturunu yazaq. Çünki burada ancaq qatılıqdan danışır. 50-ci sual. V bərabərdir. K vurulsun CNO üstü 2 əmsalı yazırıq. Vurulsun CO2. Hər ikisi qaz halında olmasa belə qatılıq yazardıq o ayrı. Deyir NO'nun qatılığını 2 dəfə artırdıqda, NO'nun qatılığını 2 dəfə artırdıqda 2 üstü 2, sürət 4 dəfə artmış olacaq. Deməli NO'nun qatılığını 2 dəfə artırdıqda sürət 4 dəfə artır. 2'ye getdi 1, 2, 3. 2'ye getdi A variantı. Davam edirik. O2'nin qatılığını 2 dəfə artırdıqda, O2'nin qatılığını 2 dəfə artırdıqda elə sürət də 2 dəfə artacaq. Ona görə 1'e getdi B variantı. Keçdi 3'ə, C variantına. NO'nun qatılığını 2 dəfə artırıb, C variantı üçün hesablayırıq. NO'nun qatılığını 2 dəfə artırdıq, 2 üstü 2. O2'nin qatılığını 2 dəfə azaldıq, 2'də 1. 2 dəfə azaldıq. İxtisar getdi, 2. 2 dəfə artmış olacaq. Sürət 2 dəfə artar, ona görə 1'ə həm də getdi C variantı. Keçdi D variantına. NO'nun qatılığını 2 dəfə azaldıb, 2 deməli 1 bölünsün 2 üstü 2 dəfə azaldıb dedi. 2 üstü 2. 2 üstü 2 uşaqlar olduğu kimi qalır. Azaldıb deyəndə 1 bölünsün yazırıq, artırıb deyəndə olduğu kimi yazırıq. 1 bölünsün 2 üstü 2. O2'nin qatılığında 2 dəfə artırdıqda O2 də oldu 2. 2'ni vurduq 2 üstü 2, 2 dəfə azaldı. 1 bölünsün 2, yəni sürət 2 dəfə azaldı. 3'ə də getdi D variantı. 4'ə baxırıq. O2'nin qatılığını 2 dəfə azaltdıqda, yəni N2'yə dəymirik. O2 1 bölünsün 2, sürət 2 dəfə azalmış olacaq. 3'ə də getdi Y variantı. Keçirik 51-ci suala. Eyni tipdə sualdır. Qatılığın düsturunu yazırıq 51'də. S bərabərdir K, S nədir? V. 51-ci sual. Qatılığın düsturu V bərabərdir K vurulsun. Deməli S, SO'nun kvadratı vurulsun SO2. Bu qədər. SO'nun qatılığını 2 dəfə artırdıqda, SO'nun qatılığı 2 üstü 2, 2 dəfə artırdıqda 2 üstü 2, sürət 4 dəfə artmış olacaq. 1'ə gedir, 2'yə gedir, 3'ə gedir. Deməli 4 dəfə artar, 3'ə gedir A variantı. Davam edirik. B variantı ilə davam edirik. O2'nin qatılığını 2 dəfə artırdıqda, uşaqlar O2'nin qatılığını 2 dəfə artırdıqda sürət də 2 dəfə artar. Düz mütənasib aslıdır. B variantı. Yəni SO ilə isə düz mütənasib kvadratik aslıdır. Yox, 2 dəfə artar. 1'ə getdi B.
Davam edirik. C variantı CO-nun qatılığını 2 dəfə artırıb. CO-nun C variantı CO-nun qatılığını 2 dəfə artırdıq. 2 üstü 2. O2'nin qatılığını 2 dəfə azaltdıqda 1 bölünsün 2. 2 dəfə azaltdı. 2 ilə 2 üstü 2 ixtisar getdi. Qaldı 2 dəfə. Deməli sürət 2 dəfə artar. 1-ə də getdi C variantı. CO-nun qatılığını 2 dəfə azaldıb. CO-nun qatılığını 2 dəfə azaldıq. 1 bölürük 2 üstü 2 vurulsun. O2'nin qatılığını 2 dəfə artırdıqda vurulsun 2 ixtisar getdi. 2 dəfə azaldı. Sürət 2 dəfə azaldı. 2'ye də getdi D variantı. Davam edirik. O2'nin qatılığını 2 dəfə azaltdıqda 1 bölünsün 2, sürət 2 dəfə azalmış olur. O2 ilə düzüm tənasib astıdır. Ona görə həmçinin 2'ye də getdi Y variantı. 52-ci sual. Uyğunluğu müəyyən edin. Hidrogenin qatılığının 2 dəfə artırılması zamanı reaksiyanın sürətinin artması. Gəlin baxaq. A1, 2, 3. A variantında asetlenin tam hidrogenləşməsi. C2H2 asetlenin tam hidrogenləşməsi üçün bizə 2 mol hidrogen lazımdır. Reaksiya nəticəsində alınacaq C2H6, yəni alkan alındı. Tam hidrogenləşdi. Reaksiyanın sürətini yazıram. İndi C2H2 də qaz halında maddədir. Hidrogen də qaz halında maddədir. Və bərabərdir K vurulsun C2H2 vurulsun CH2'nin kvadratı. Çünki əmsalı 2'dir. Hidrogenin qatılığı 2 dəfə artır. Hidrogenin qatılığını uşaqlar 2 dəfə artırdıqda 2 üstü 2 reaksiyanın sürəti 4 dəfə artmış olacaq. 2'ye də getdi A variantımız. Etilenin hidrogenləşməsi B variantına keçdi. Etilenin formulu uşaqlar C2H4 şəklindədir. Hidrogenləşdirmək üçün bizə 1 mol hidrogen lazımdır. Reaksiya nəticəsində alınır C2H6. Sürət düsturu və bərabərdir K vurulsun C2H4 vurulsun CH2. Hidrogenin qatılığı 2 dəfə artanda düz mütənasib asılı olduğuna görə sürət də 2 dəfə artacaq. 1'ə də getdi B variantı. Suyun sintezi C variantı. H2 üzərinə gəlinsin O2, H2O. Əmsallaşdıraq. Əmsallaşdırdıq. Deməli sürət düsturunu yazırıq və bərabərdir K vurulsun CH2'nin kvadratı vurulsun CO2 və də buradan bərabərdir K vurulsun hidrogenin qatılığını uşaqlar neçə dəfə 2 dəfə artıranda 2 üstü 2, yəni sürət neçə dəfə artmış olur? 4 dəfə artmış olur. 2'yə həmçinin getdi C variantı. Keçirik D variantına baxmağa. Amonyakın sintezi D variantı. N2 üzərinə gəlinsin H2. Reaksiya nəticəsində alınacaq NH3. Reaksiya tənliyini əmsallaşdırırıq. 2 mol, 3 mol. Sürət düsturunu yazaq və bərabərdir K vurulsun CN2 vurulsun CH2 üstü 3. Hidrogenin qatılığını 2 dəfə artanda və onun kubundan düz mütənasib asılıdır. Yəni 2 üstü 3. Deməli sürətdə 8 dəfə artmış olacaq. D variantı da getdi 3'ə. Keçirik son olaraq Y variantına baxmağa. Deməli Y variantında da hidrogen xloridin sintezi. H2 üzərinə gəlinsin xlor 2. Reaksiya nəticəsində alınacaq 2 mol H xlor. Sürət düsturu və bərabərdir K vurulsun CH2 vurulsun C xlor 2. Hidrogen düz mütənasib asılıdır. Sadə düz mütənasib asılı. Hidrogenin qatılığı 2 dəfə artanda sürət də 2 dəfə artmış olacaq. 1'ə həmçinin getdi Y variantı. Keçirik 53-cü suala. Reaksiyanın temperatur əmsalı qamma, T1, T2 reaksiyanın sürət dəyişməsi. İlk öncə gəlin reaksiyanı bir yazaq. 50 reaksiyanı deyəndə yəni düsturumuzu yazaq. Sürət dəyişməsi Y-dir. V2 bölünsün V1 bərabərdir qamma üstü. Deməli 90 çıxılsın X, T2 çıxılsın T1 bölünsün neçə? 10. Davam edirik. Bizə indi gəlin V2 bölünsün V1'ləri A, B, C, D, Y əsasən müəyyən eləyək. V2 bölünsün V1 bərabərdir. A variantı üçün hesablama aparıram. Bərabərdir. Qammanın yerinə yazıram 4 üstü. 90. X'in yerinə deyir 60 qoy. Çıx 60 bölünsün 10. 90'dan 60 çıxanda 30. 30'da 10'a böləndə 3. 4 üstü 3 də bərabərdir 64. Deməli 64 dəfə reaksiyanın sürəti artdı. 1'ə getdi A variantı. Keçirik indi B variantına. V2 bölünsün V1 bərabərdir. Temperatur əmsalı 2. 90 çıxılsın 130 bölünsün 10. 90'dan 130 çıxanda uşaqlar 2 üstü. Mənfi 40'ı da 10'a böləndə 2 üstü mənfi 4. 2 üstü mənfi 4'də uşaqlar 2 dəfə 2 4, 4 8 16. 1 bölünsün 16. Yəni reaksiyanın sürəti 16 dəfə azalır.
Belə bir variant yox olmadığına görə B variantı heç birinə getmir. C variantına keçirib. V2 bölünsün V1 bərabərdir. 2 yox, 3 üstü. 3 üstü. Deməli 90 x-in yerinə deyir 50 qoy. 90 çıxılsın 50 bölünsün 10 bərabərdir. 3 üstü uşaqlar neçə? 90-dan 50 çıxanda 40, 40 10-a böləndə 4, 81. Reaksiyanın sürəti 81 dəfə artar. 3-ə də getdi C variantı. Keçir indi D variantını yoxlamağa. V2 bölünsün V1 bərabərdir. 3 üstü 90-dan 120 çıxıb bölürük 10-a. Bu da bu bərabərdir 3 üstü 90-dan 120 çıxanda mənfi 30, ona böləndə mənfi 3. Cavab da oldu 1 bölünsün 27. 1 bölünsün olduğuna görə reaksiyanın sürəti 27 dəfə azalır. 2-yə də getdi D variantı. Keçirik son olaraq Y variantını hansı varianta uyğun, Y variantının hansına uyğun gəldiyini tapmağa. V2 bölünsün V1 bərabərdir. Y variantında qamma 2 üstü 90 çıxılsın 30 bölünsün 10. 90-dan 30 çıxanda 60, 60 6, 2 üstü 6 da bərabərdir 64. Reaksiyanın sürəti 64 dəfə artır. Y variantı da getdi elə 1-ə. Keçirik 54-cü suala. Deməli, reaksiyaya əsasən hidrogenin qatılığı, ilk öncə qatılığın düsturuna baxaq, daha sonra veriləri müəyyən eləyək. 54-cü sual. Reaksiyaya əsasən qatılığın düsturu S bərabərdir. S nədir? V. V bərabərdir. K vurulsun, SN2 vurulsun, SH2 üstü 3. Deməli, hidrogenin qatılığı 2 dəfə artanda sürət hidrogenin qatılığından kub şəklində düz mütənasib asılı olduğuna görə hidrogenin qatılığı 2 dəfə artanda 2 üstü 3 sürət 8 dəfə artar. 1-ə getdi A variantı. Azotun qatılığı 2 dəfə azaldanda düz mütənasib asılı olduğuna görə sürət də 2 dəfə azalacaq. Ona görə 2-yə getdi B variantı. Azotun qatılığını 8 dəfə artırıb, hidrogenin qatılığını 2 dəfə azaltdıqda, gəlin yazaq, V bərabərdir, K vurulsun, SN2 vurulsun, SH2 üstü 3. Azotun qatılığını 8 dəfə artırıb, vurulsun, hidrogenin qatılığını 2 dəfə azaltdıqda, 1 bölünsün 2-nin kubu. 8 vurulsun 8-də 1, cavabı bərabər oldu 1. Reaksiyanın sürəti dəyişməz, 1-ə də 3-ə də getdi C variantı. 55-ci sual. Yenə reaksiyanı verib qatılıq dəyişməsini istəyir. Uşaqlar, qatılıq dəyişməsinin düsturu 55-ci sualda V bərabərdir. K vurulsun, SN2 vurulsun, SH2 üstü 3. Davam edirik. Hidrogenin qatılığı 3 dəfə artanda kubu ilə düz mütənasib asılı olduğuna görə 3 dəfə artanda 3 üstü 3, 27 dəfə artacaq reaksiyanın sürəti. 1-ə getdi B variantı. Azotun qatılığı 8 dəfə azaldanda azotla birbaşa ilə düz mütənasib asılıdır. Qatılığı 8 dəfə azalanda sürət də 8 dəfə azalır. 2-yə getdi D variantı. Keçir indi 3-ə. 55-ci sualda 3-ü müəyyən eləyirik. Deməli, gəlin bir də sürətin qatılıqdan asıllığını yazaq. SN2 vurulsun, SH2 üstü 3. Deyir, azotun qatılığını 9 dəfə artırıb, 9 vurulsun. Hidrogenin qatılığını 3 dəfə azaltdıqda 1 bölünsün 3, 3 dəfə azaldırıq. Kubu da axın. 9 vurulsun, 1 bölünsün 27. İxtisar getdi 3 dəfə. Cavab oldu 1 bölünsün 3. Yəni, reaksiyanın sürəti 3 dəfə azalar. 3-ə də getdi Y variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə kimyəvi reaksiyanın sürəti və kimyəvi tarazlıq bölməsinin kimyəvi reaksiyaların sürətinə təsir edən amillər mövzusundakı sualları izah etdim. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun. Sağ olun.